Abituriyentlər, bugünkü dərsimizdə sürtünmə qüvvəsinin təsir altında hərəkət və mail müstəviyə aid sual nümunəsinə baxacağıq. Düzdür, sürtünmə qüvvəsinin təsir altında hərəkətdə nümunə sualların izahı var, onları paylaşılacaq. Ardından da mail müstəvini də əlavə eləmişəm, həm də sürtünmə qüvvəsinin təsir altında hərəkətimiz də var. Birinci sualımızdan başlayaq. Kütləsi 50 kiloqram olan cisim sürtünmə əmsalı 0,1-dir. Sürtünmə əmsalımız mü bərabərdir 0,1, kütləmiz 50 kiloqramdırsa, onda mən sürtünmə qüvvəsinin düsturunu mü mg düsturunun hesablaya bilərəm. 0,1 vurulsun 10 vurulsun 50. O da eləyər bizdən ötürü ilə 50 newton. İndi bizə qüvvələr verib və həmin qüvvələrə görə cisim nə cür hərəkət edəcək, hansı qrafikimiz var, onlardan danışacaq şagirdlər. Birinciyə baxırıq. Birinci bizdən ötürü F1 bərabərdir 30 newtondur. F sürtünməmiz 50-dir. Demək ki, F sürtünmə F-dən böyükdür. Demək ki, cisim bərabər yavaşlayan hərəkət edəcək. Yavaşlayan hərəkətlərimizə baxırıq, sadəcə Y variantıdır. Ona görə doğru cavabımız olacaq Y. Yəni birinciyə uyğun gələcək Y. Gəlirik ikinci şərtimizə. İkinci şərtimizdə qüvvəmiz F2 bərabərdir 50 newtondur və F sürtünməmiz də 50 newtondur. Demək ki, sürtünmə ilə dartı bir-birinə bərabərdir. Ona görə də cisim bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkətdə sürət zamandan sabit asılı olmalıdır. D variantı uyğundur. Ona görə uyğun gəlir D variantı. Və nəhayət üçüncü hal. Üçüncü halımızda F3 qüvvəmiz 70 newtondur. F sürtünməmiz isə 50 newtondur. Demək ki, bizim F dartımız F sürtünmədən böyükdür. O zaman cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkətdə də sürətimiz artmalıdır və xətt də artmalıdır. Ona görə A variantı uyğundur. Doğru cavabımız YDA. Növbəti sual. Cismə 24 newton dartı qüvvəsi təsir etdikdə o sükunətdə qalır. Demək ki, bizim M kütləli cismimizə təsir edən sükunət sürtünmə qüvvəmiz elə 24 newtondur. Deyir ki, dartı qüvvəsini dəyişmədən cismin üzərinə eyni kütləli ikinci cismi qoyduq, sükunət sürtünmə qüvvəsi nəyə bərabər olar? İkinci cismi qoysaq, yenə də cisim sükunətdə qalacaq. Sükunətdə qaldığına görə sükunət sürtünmə qüvvəsi həmişə dartı qüvvəsinə bərabərdir. Oradakı cismin ağırlığı heç bir təsir göstərməyəcək. Dartı qüvvəmizi də dəyişdirmir, 24 newton verir. Demək ki, ikinci halda da cismə elə 24 newton dartı qüvvəsi təsir göstərər. Doğru cavabımız 24-dür. Növbəti sualımız. Üfüqi səth üzrə hərəkət edən müxtəlif cisimlərin yer dəyişməsinin prosesi zamandan asılı qrafiklərinə əsasən dartı qüvvəsi ilə sürtünmə qüvvəsi arasındakı müqayisəni təyin edək. Deməli, bizdə birinci şərtimizdə verib F dartı böyükdür F sürtünmə. Demək ki, cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkətdə T ilə T kvadratın qarşısındakı ədədlər eyni işarə olmalıdır. Bu bərabər yavaşlayan hərəkətdə əks işarəlidir. Bu bərabər yeyinləşən hərəkətdir. Doğrudur. Bir dəqiqə X oxu veribmi bizə? Üfüqi səth üzrə hərəkət edən yazıb, X oxu verməyib. Demək ki, yeyinləşən hərəkət oldu B variantında. Birinciyə getdi B variantı. Sonra yeyinləşən hərəkət var C variantında. Birinciyə getdi C variantı. O birisi yavaşlayan hərəkət, o birisi bərabər sürətlə hərəkət. Bir getdi. Gəldik ikinciyə. İkinci prosesdə mən baxıram ki, F dartı F sürtünmədən kiçik olmalıdır. Demək ki, cisim bərabər yavaşlayan hərəkət etməlidir. Bərabər yavaşlayan hərəkətimiz A variantındadır. Buraya yazırıq sadəcə A variantı. Sonra yavaşlayan hərəkətimiz D variantıdır, yazacağıq D variantı. Və nəhayət üçüncü hal. Üçüncü halımızda F dartı F sürtünməyə bərabərdir. Bu zaman cisim bərabər sürətlə hərəkət etməlidir. Bərabər sürətlə hərəkətdə T kvadratı olmur, sadəcə olur Y variantı. BC, AD, Y. Keçirik növbəti sualımıza. Kütləsi 2 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan mail müstəvi üzərində sükunətdədir. Ona təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. Mail müstəvi üzərində sükunət sürtünmə qüvvəsi həmişə mg sinus alfaya bərabərdir. Çünki mail müstəvi üzərində cisimi aşağı doğru dartan dartı qüvvəsi mg sinus alfadır. Və F sükunət də həmişə F dartıya bərabər olmalıdır. Cisimi dartan mg sinus alfa olduğu üçün elə sükunət sürtünmə qüvvəmiz də mg sinus alfaya bərabərdir. Onda F sükunət bərabərdir 2 vur 10 vurulsun sinus 30. Sinus 30'da da 2'də 1 qiymətini alır. Cavabımız olacaq 10 newton. Doğru cavabımız Y variantı.
Növbəti sual. Eyni bir cisim müxtəlif mail müstəvilərdə sürüşür. Hansı halda dayağın reaksiya qüvvəsi ən kiçik olar? Mail müstəvi üzərində dayağın reaksiya qüvvəsi çəkiyə bərabərdir və o MJ kosinus alfadır. Kosinus alfamız isə bucaqla tərs asılıdır. Yəni bucaq nə qədər böyük olarsa kosinus kiçik olar. Bizdən də ən kiçiyi soruşur. Ən kiçiyi soruşduğu üçün biz bucağı böyük olanı götürəcəyik. Doğru cavabımız olacaq 4. Yalnız 4 B variantı. Qəbul imtahanında da iştirak edib, reaksiyamızda kosinus alfa ilə düz mütənasib asılıdır. Sonra növbəti sualımız deyir ki, müxtəlif mail müstəvilər üzrə sürüşən eyni kütləli cisimlərə təsir edən sürüşmə sürtünmə qüvvəsi hansı halda ən kiçikdir? Mail müstəvi üzərində sürüşmə sürtünmə qüvvəsinin düsturu isə μmj kosinus alfadır. Yəni sürüşmə sürtünmə qüvvəmizdə reaksiya qüvvəsində olduğu kimi kosinus alfa ilə düz asılıdır. Kosinus alfamız isə bucaqla tərs asılıdır. Yəni bucaq artdıqca kosinus azalır. Yenə də bizdən ən kiçiyi soruşur. Ona görə də bucaq ən böyük olanı götürəcək. 4 olacaq. Doğru cavabımız B variantıdır. Növbəti sualımız. Kütləsi 6 kiloqram olan cisim meyl bucağı 30 dərəcə olan mail müstəvi üzərində saxlamaq üçün müstəviyə paralel istiqamətdə 20 Newton qüvvə tətbiq edilir. Cisimə təsir edən sükunət sürtünmə qüvvəsini hesablayın. Deməli, şagirdlər, burada F qüvvəsi yuxarı doğrudur və cismi aşağıya doğru dartır ki, MJ sinus alfa. Bu cismi sükunətdə saxlamaqdan ötürü cisim aşağı gəlmək istəyir, sükunət sürtünmə qüvvəsi də yuxarı doğru yönəlir. Yəni, artıq F qüvvəsini saxlayıb tətbiq edib. Ona görə də bizim F ilə F sükunətimizin, gəlin bunun fərqli rənglə eləyək, burada qəşəng görünsün. F və F sükunət nəyə bərabər olmalıdır? MJ sinus alfaya bərabər olmalıdır. İndi bizə F-i verib 20 Newton sükunət istəyir. Onda sükunət sürtünmə qüvvəmiz bərabər olur. MJ sinus alfa çıxılsın F. Bərabərdir. 60 vurulsun 2-də 1 çıxılsın 20. Yəni 30 çıxılsın 20 o da eləyir 10 Newton. Doğru cavabımız 10 Newton olacaq. Növbəti sualımız, kütləsi 3 kiloqram olan cisim mail müstəvi üzrə F qüvvəsinin təsiri bərabər sürətlə yuxarı qaldırılır. Yayın uzanması 2 cm olarsa, sərtliyini hesablayın. Burada sürtünmə nəzərə alınmır. İndi bu cisim yuxarıya doğru qaldırılırsa, bu cisimə aşağı doğru təsir eləyən hansı qüvvəmiz var? MJ sinus alfamız var. Demək ki, bizim KX-imiz həmən o bizim KX-imiz həmən o MJ sinus alfaya bərabər olması lazımdır ki, cisim bərabər sürətlə yuxarı doğru qalxsın. Bizə də sərtlik əmsalını istəyir. MJ sinus alfa bölünsün X bərabərdir. Dəqiqə burada MJ sinus alfanı səliqəli yazmadıq. MJ sinus alfa bölünsün X bərabərdir. M'imiz 3 kiloqramdır. 3 vurulsun, 10 vurulsun. Sinus 53'ü bizə 0,8 verib. Bölünsün uzanmamız da 0,2'dir. Bərabərdir. Bu eləyər 8, 2 yaxçələsək 4 vursaq 3'ə 12 olacaq. Bizdən ötürü 1200 Newton bölünsün metr. Doğru cavabımız 1200 Newton bölünsün metr olur. Növbəti sualımız. Hündürlüyü 0,8 metr və meyl bucağı 30 dərəcə olan mail müstəvi üzrə cisim nə qədər vaxtda sürüşər? Bir sürtünmə nəzərə alınmır. Deməli, bu cismin aldığı təcil A bərabərdir J sinus alfadır. Yəni 10 vurulsun 2'də 1 eləyir 5 metr bölünsün saniyə kvadratı. Yəni bizim təcilimiz 5'dir. Və bura 30 dərəcədirsə, onda 30 dərəcəli bucaq qarşısındakı kateti bizə 0,8 verir. Onda bizim hipotenuzumuz olur 1,6. Çünki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Oradan mən uzunluğu tapdım 1,6 metr. Sonra davam edirik. İndi bizi nə qədər vaxta deyir? T bərabərdir. Yazıram. 2S bölünsün A. Yəni kök altında. Yəni S bərabərdir. AT kvadratı bölünsün 2 düsturuna əsasən. Bərabərdir kök altında 2 vurulsun 1,6 bölünsün 5.
Bu da eləyir kök altına 0,64. Oradan da kök çıxır 0,8 saniyə. Doğru cavabımız 0,8'dir. Növbəti sualımız. Kütləsi 4 kg olan lift kabinəsi bərabər təcili aşağı düşdükdə 10 saniyədə 10 metr yol gedirsə, onun trosuna gərilmə qüvvəsini hesablayın. Deməli, bərabər təcillə aşağı düşür. Yəni, təcilimiz aşağı doğrudur. Onda trosda yaranan gərilmə qüvvəsi cismin çəkisidir. Onda çəkinin də düsturunu biz mg minus a yazacaq. Deməli, bizə a lazımdır. A-nı isə a bərabərdir 2s bölünsün t kvadrat düsturundan hesablayacaq. Yəni, 2 vurulsun 40 bölünsün 100. O da eləyir 0,8. Və biz gərilmə qüvvəsini artıq hesablaya bilərik. Kütləmiz 400 kg-dır. Vurulsun 9,8 çıxılsın 0,8. Bu da eləyir bizə ötürü 3600 Newton. Doğru cavabımız 3600'dür. Növbəti sualımız. Kütləsi m bərabərdə 10 kg olan cisim mail müstəvi üzrə aşağıya doğru sabit təcillə sürüşür. Cismə təsirlə sürtmə qüvvəsi 30 Newton olarsa cismin təcilini hesablayın. Deməli, cisim aşağıya doğru mg sinus alfanın hesabına düşür. Yuxarıya doğru da təsir edir F sürtünmə. Onda biz əvəzləyici qüvvə MA-mızı bərabər eləyirik. Mg sinus alfa çıxılsın F sürtünmə. Onda A-mız bərabər olur mg sinus alfa çıxılsın F sürtünmə bölünsün M. Bərabərdir. Mg sinus alfamız 10 vurulsun 2'də 1'dir. Eləyəcək 50 çıxılsın 30 bölünsün kütləmizdə 10'dur. Bu da eləyir bizdən ötürü 2 metr böl saniyə kvadrat. Növbəti sualımız. Bizə deyir ki, cisim bərabər sürətlə dartılır. Bərabər sürətlə dartılırsa biz bilirik ki, F dartı F sürtünməyə bərabərdir. Bizim F dartımız 30'dur. F sürtünməmizin düsturu isə F qüvvəsi aşağıya doğru təsir edinə görə F sürtünməmiz mü vurulsun mg üstə gəlilsin F'dir. Vəssalam. Mg vurulsun üstə gəlilsin F bərabərdə 30 yazacaq. Mühümüz 0,2'dir. Vurulsun mg'miz 100'dür. Üstə gəlilsin F bərabərdir 30 Newtona. Vursaq 20 üstə gəlilsin 0,2 F bərabərdir 30 alarıq. 0,2 F'imiz 10 olar. Onda F'imiz də bərabər olar 50 Newtona. Doğru cavabımız 50 Newtondur. Sonra növbəti sualımız deyir ki, sürüşmə sürtünmə əmsalı 0,4 olan X oxu üzrə hərəkət edən. Əvvəlcə birinci hissədə cisim yavaşdan hərəkət edib. Ona görə də birinci hissədə bizim əvəzləyici qüvvəmiz MA-mız bərabərdir. F sürtünmə çıxılsın F dartıdır. Yəni F sürtünmə çıxılsın F dartının yerinə F1 yazacağım. F1. İkinci halda isə cisim bərabər sürətlə hərəkət edir. Ona görə də bizim F dartımız elə F sürtünməyə bərabərdir. Vəssalam. İndi biz buradan M-imiz neçə kiloqramdır? M-imizi verməyib bizim. A-nı birinci A-nı tapacağıq, təcili tapacağıq. Təcilimiz V minus V0 bölünsün T'dir. Yəni təcilimiz 15/5 bölü 5 eləyəcək 2. 10 bölünsün 2, 5, 2. Düzdür, təcilimiz 2 tapdıq. Olacaq 2M bərabərdir. F sürtünməmiz mü-mg'dir. Yəni 4M çıxılsın F1'dir. Onda bizim F1'imiz bərabər olacaq 4M çıxılsın 2M. Yəni 2M'ə bərabərdir. İkinci halda isə mü-mg'yə bərabərdir F2'miz. O da 0,4 vurulsun 10 vurulsun M'dir. Yəni 4M'dir. İndi bizdən də F1 böl F2 nisbətini istəyir. Yəni 2M bölünsün 4M eləyəcək 0,5 və yaxud da 2'də 1. 2'də 1'də yaza bilərsiniz. Doğru cavabımız 2'də 1'dir. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın. Şərh əlavə edin. Şərhdə hansı mövzuları daha çox istəyirsinizsə, həmin mövzulara aid hansı məsələlərin izahını istəyirsinizsə, şərh bölməsinə yazın. Biz də o məsələlərin izahını sizə həll edək, göndərək. Sağ olun, təşəkkür edirəm.